Assalamu alaikum və rahmetullah və barakatuhu. Əziz kanalımın izləyiciləri, qısa bir video çəkmək istədim və dəniz qırağında fürsətdən istifadə edərək faydalı bir məlumat vermək istədim sizə. Deməli, quzularda, xüsusən quzularda, yeni doğulmuş quzularda çoxsu bunu bilmir və inanmıram ki, təsərrüfatçıların arasında çoxsu bunu tətbiq edir. Amma çox vacib məqamlardan biridir və həmin bunu etməmək, səhnəkar yanaşmaqla quzular tələf olur, ölür və siz bilmirsiniz nəyə görə bu baş verir. İnfeksiya məsəl üçün, göbələk iltihabı, qan zəhərlənməsi, sepsis, deməli, oynaq şişməsi, ishal ölüm halları yarana bilər. Bunun da səbəbi bilirsiniz nədir? Adi göbək xəstələri deyilər ona, göbəkdən gəlir, göbək xəstəliyi. Bunun üçün nə etmək lazımdır? Sadə. Yəni, sadə usuldur, ucuz və keyfiyyətli usuldur. 5-7% yod məhlulu istifadə etmək, vəssalam. İnsan aptekində adi yoddan, yəni bildiyiniz yod, 5-7%, yəni onu quzu doğulan kimi ilk 30 dəqiqədə, ilk 30 dəqiqə ərzində onu quzunun göbəyinə çəkməlisiniz. Yəni necə edirsiniz? Yəni göbəyi tam batıraraq və bol sürtməklə dezinfeksiya edilir. Əgər göbək qalındırsa, ya görürsünüz ki, nəm qalırsa, o 24 saatdan sonra bir də təkrar edə bilərsiniz. Yəni, qorxusu problem yox, xeyri var, fizyamlı. Və ona nisbətən tövləri təmiz saxlayır, quru saxlayır və s. Yəni, adi bir usul, yəni sizin quzularınızı belə deyim, salamat saxlaya bilər Allahın izni ilə. Ona görə bunlardan istifadə edin. Belə faydalı videolar mən sizinlə paylaşıram ki, maariflənəsiniz. Sizə sadəcə kanalımıza abunə olun və növbəti videoları izləyin ki, özünüz də öyrənmiş olasınız və maariflənəsiniz. Bu qədər. Assalamu alaikum və rahmetullah və barakatuhu.